Deməli, suallarımız belədir də. Hansı sənətçi ilə duet oxumaq istərdiniz? Hal-hazırda heç bir sənətçi ilə istəməzdim duet oxuyum. Artıq o yaşdır ki, o zamandır ki, istəmirəm heç kimlə duet oxuyum. İkinci sualımız, hansı mahnını cover etmək istərdiniz? Yəni, ən sevdiyim mənim Xanım İsmail qızı bəstəsidir. Gecələr mahnısı Mətanət İskəndərinin repertuarındandır. Mən onu cover etmişəm artıq. Ən sevdiyim mahnılardan biri idi və onu cover etmişəm. Üçüncü sualımız, hansı atmosfer sizə daha çox xoş gəlir? Toylar yoxsa televiziya? Daha çox mənə toylar xoş gəlir. Niyə görə? Çünki gənc yaşlarımdan, daha doğrusu uşaq yaşlarımdan mən sənətə addım atmışam toylarda. Ona görə mənim üçün daha doğma toylardır. Dördüncü sualımız, əgər səhnədə olmasaydınız, həyatınızı hansı sahədə görərdiniz? Səhnədə olmasaydım hal-hazırda hüquqşünas ola bilərdim. Çünki uşaq çağlarımdan sevdiyim sahələrdən biri olub hüquq və yaxud da ki, pedaqoji fəaliyyətlə məşğul olardım. Və sonuncu sualımız, sizi ilhamlandıran bir sənətçi varmı? Dünyasını dəyişən böyük sənətkarlarımızdan əlbəttə ki, Zülfat Gözəlov olub, Yaqub Məmmədov olub, Hacıbaba Hüseynov olub. Sevmişəm bu sənətkarların, yəni sənətlərini. Şövkət Ələkbərov olub, Hüseyn Ağa Hadiyev olub, bir çoxları, yəni ilhamlandırıblar məni. Hal-hazırda da var. Azərbaycan əgər sənətkarlarından, sənətçilərindən danışırıqsa, var. Allah ona şəfa versin. Ehtiram Hüseynov mənim bəyəndiyim, sevdiyim ifaçılardandır və bizim, belə deyək də, Loro dildə desə, rus dilində deyəcəm, bizim pokoleniyinin, bizim həmyaşıdlarımızın arasında Elton Hüseynəliyev ən sevdiyim ifaçılardır.